Hal-hazırda Masallı rayonunun Ürək kəndindəyik, vətəndaş şikayəti əsasında. Salam aleyküm. Salam aleyküm. Özünüzü təqdim edin. Əbdülov Mahir Aslan, Ürək kəndi. Şikayətiniz nədən ibarətdir? Yolumu kəsiblər, 28 ildir yoldur, sahib elimə əkirəm. Avqustun 3-dən 6 ay sağ olacaq. Yolumu bağlıda 2 qonşu, biri Qacar Yahyayevdir, Tura Yahyayevdir. Bir də Natiq Mahmud. İki dənə yolu ikisində bağlı. Biri o bağlı, biri bu. Bir yolu almışıq biz. Sizin şəxsi evinizin yolunu bağlayıb, yoxsa necə? Yox, bu bəlli torpaq əkil sazı yanan yollardır, evin yolu. Kənd təsərrüfatı, bəli, kənd təsərrüfatı, bəli. Yollarını bağlayıblar. Deməli, siz bu haqda kimə müraciət etmişsiniz yolunuzun bağlanmasına? İlk növbədə bələdiyyə müraciət etdim. Bələdiyyə gəldi, kartını gətirdi, göstərdi. O şu qonşular da gəldi, dedi, biz aldılar, nə olsun, bu yoldur, yol olma, açılmalıdır, açıl. Dedi, yox, burayı biz almışıq, bizimdir, biz bunu Sultandan almışıq, nəsi kimdən almışıq, bilməm kimdən, almışıq. Sonra bu açma. Bir dəqiqə, deməli, vətəndaş bildirir ki, həmən bu yolu bizim də almışıq, zəbt edən adam bildirdi ki, bu yolu almışıq. Kim tərəfindən alınıbdır? Bilmirəm, mənə demək. Sonra həmin məni kəndin bələdiyyəsi Nizami Rızayev məni götürdü, getdi rayonda torpağa baxan, yəni bizim əmlak məsələ. Orada Sultan Nəsrov var, Eynəli Məmmədov var. Getdi yanına, onlar dedi, narahat olma, gəlir açarıq. Onlar səhərçini gəldilər, bir şey alınmadı. Baxış keçirdilər, zaman nə bildirdilər? Dedilər, mən bilmədim, mənə qonşu gəlir, biraz yerdir, bağ salıram. Bunu bağlayıram ki, heyvan keçməsin sahəyə. Mən dedim, bağlı. İndi mən bilmədim bu qədər yerdir, sənin yolumdur, vallahi bilməmişəm. Başlayıram. Siz deməli sahibkarlıqla məşğulsunuz. Bəli, mən sahibkarlıqla məşğulam. Neçə ildir sahibkarlıqla məşğulsunuz? 94-cü ildən məşğulam da, elə topa bölünən ilə kətdir, topa bölmüşüm. Neçə hektar torpaq sahənizdir? Mənim özümün 1 hektar 25 sotdur. Başqa əkməyəm, sağda yiyələ götürüb əkməyəm, 1,25 özümündür. Bax, bu kənd təsərrüfatı hamısı torpağında nə işlə məşğulsunuz? Hansı əkinçiliklə məşğulsunuz? Xiyar, pomidor, bir də tərəvət toxumları istifadə edirəm. Bir də xiyar, pomidor, gülxana vurmuşam. Xiyar, pomidor, deməli, siz sahibkar kimi fəaliyyətiniz var. Burada işçilər də fəaliyyət göstərir. Bəli, indi işçilər sahada işçi. Neçə işçiniz var? Məndə 12 işçi olur. İşçi hər gün işə gəlmir. Elə yağış işləmir, günlük 12 il işçidir. 3 dənə kişidir, 9 dənə qadın. Deməli, siz vergi də ödəyirsiniz. Bəli, bəli. İndi icra hakimiyyəti necə? Bu məsələyə müraciət etdiniz mi? Müraciət elədim. İcra hakimiyyəti qəbulunda da oldu. İcra hakimiyyəti kənddə görüş vardı. Bu görüşə də gəlmişdi. Yenə bunu qaldırdı. Dedi ki, yaxşı, o traktör dedi, bizim həyatlı qoymur. Yeni də həyatlı. 28 ildə həyatlı hər vermiş, indi vermir. İcra hakimiyyəti bilir ki, yoxsa eviyyəsidir. Yolu zəbt edən də ki, bizim həyatımızdır. Biz o vaxt yol vermiş, indi vermirik, xoşumuz gəlmir. Yox, xeyr, bu yol deməli, elə bir yol hər adam üçün, yəni kənd təsərrüfatı sahəsi olsa da yol mütləqdir. Yəni bu mütləqdir, bu qanundur. Amma yolunuz qonşular tərəfindən zəbt olunubsa, siz polisə müraciət etmişsiniz bu məsələni? Mən polisə də, prokuraturaya da, prezident, bütün Azərbaycan, bütün yönetməni yazmışam. Hamıya düzələcək, düzələn bir şey də yoxdur. Bir demə qalıb götürüb yola çıxam, sahəmdə bıraxıb çıxıb eləmişəm. İnşallah, cənab prezident tərəfindən axırıncı sinyal göndərmişəm. Məsələ öz həlinə tapar. Məktub gəlib, cavab ki, məsələ həll olunacaq, sizə deyəcək. Vallahi mən 5 aydır əkinin baxası əkinədə günlər burada yamaza gəlib gedə bilmirəm sahəyə. Baxın, indi hələ quraqlıqdır belə gəlmişik. Çox çətin. Quraqlıq hələ bu vəziyyətdədir. Bəli. Çox acınacaqlı vəziyyətdir. Özdə iki dənə yol, bir yol oldu, bir də köməkçi yol bilən var, başqa yol. Mən üçün də öyle, cəmaatın hamısı üçün. Siz axı öncə bildirdiniz ki, artıq burada akt tərtib olunmuşdur. Bəli, mənə bələdiyyə akt verir, torpağı bu qədərdir. Bir yerde icranın nümayəndələri gəlir. Yolun bəli, gətiriblər yoldur. Bağlı bir açması açmır. Bir polis açacaq. Deməli, akt tərtib olunmuşdur. Bəli, aktlar məndə. Bəli. Və necə oldu ki, sonra akt? Bilmirəm, indi bizdə Masalda bu Zemləvədə, Əmlakda Sultan Eynəliyev var, bir də Eynəli Məmmədov, bir də Sultan var, Nəsrov. Bunlar mənə deyir ki, sən bu yolu istəyirsən, mənə bu yolu Mətin Eynəliyev önünə geçsin, almayaq. Bunu əncə Natiq Mahmudov açarlar bu yol, başqa adam yox. İndi mən bilmirəm ki... Natiq Mahmudov da deməli sizin qonşu. Qonşudur, qohumdur, yolu zəbt, bir yolu budur zəbt, bağlı bir yol, qapını qoymuşsun yola, deyir qoymuram burada. İndi siz bu deməli
əsgərlər işə gələn zaman hansı yolla gəlirlər? Bax orada o evlər var ha. 3 kilometrdir. Allah'a hamd olsun 3 kilometr. Ona görə mən burada axşam peşləri yandırmaya yanacaq. Onun hümərəndə mən ona görə mənim oğlum gəlinim axşam çay gəlirlər. 9 burada qaldı. Allah'a hamd olsun. Haçan istifa gəlir çıxır. Burada qaldı. Mən yaşamaya döyüş oldu. 20-ci əsr. Harın gəlirəm bacı bax. Bunu çəkin, işıqlandırın. Alın məsələ, çıxıb verəcəm, atacam, Paris'e verəcəm, natiqə, zəllə, yesinlər də, belə yaşamaq olmaz. Deməli, bu yol sonradan zəbt olunmuş. Bəli. Qanuni yoldur. Onun axtdakı Sultan Nəsilov var, gəldi, Bu yoldan təksiz istifadə edirsiniz. Yox, burada adamlar var. Burada 11 adam var, burada 11 adam 9'un evi kanalın qırağındadır. Onların keçidləri var, harresi. Onlar necə keçərlər? Onlar var, indi o da gəldi keçdiyə. Onlar hamısı kanal doldurub özə keçirlər. Yeganə mənim rəhmətli qardaşım yeri bizim buradadır, bizim ev 2-ci sıradadır. Qoymurlar. Niyə qoymurlar? Mənim heç pisliyim də olmayıb, yaxşılamaz. Niyə? Vallahi bilmirəm. Vallahi bilmirəm. Bir yerə qalıb ki, havalanır, məbut, biz belə yaşamaq olmaz. Belə şey olar. İnanıram ki... Axırıncı yardım simlərdir ki, mətbuatda ona yoxdur. Simin işıldınırsa, bəlkə xəcalat çəkdi, Masanın zemləri var, soğukdan. Sonra Zərləvatda bir dənə vardı, bu bələdiyyələrin dedi. Mən Lənkəramda oldum, Ədliyyə polisində, məni çağırdılar. Getdim, dedim, qardaş. Bələdiyyələrin polisində. Getdim, məni orada nazirin mavini, Həsən o, kimdir adı, yadında deyil. Telefonda onun baxacağımız adları var, sizə deyərəm. Qəbul edir, görüntülü danışdı mənimlə, yoldaşımla getmişdi. Dedi, Asaqal, bələdiyyə işləri mən həll edəcəm, yolu isə yazacam, Zəlləbə gəlib həll edim, yaxşı. Üstdən 2 ay keçir, heç bir xəbər yoxdur. Deyir, özə sən, o ev kişi var, onun adını çəkmə, sən yolu istə. Torpaqdakı... Onların kişiləri ev... Göstər, onlara sığırsın, bəlkə. Onların kişiləri ev bilirsin, onlar kənd təsərrüfatı hesabında... Kənd təsərrüfatında kişi var, bəli, kənd təsərrüfatında kişi var. Məlumat, torpağı kənd təsərrüfatında kişilər. Əgər onun hansı bir bazı pətəsi yox, bu onun yeridir. Mən söz verirəm sizə, torpaqda bu kənddən çıxmaya hazıram. O kənd təsərrüfatı hesabında olan torpaqda tikilən evlərin müraciət etmişsinizmi ki? Deyirəm, bəli, demişəm. O bələdiyyə polisi dedi ki, dedə çağırdı, onu nə aldı, nə verdi, daha danışmırlar. Sonra icrada demişəm, Zəlləvada onların müdürü vardı, İftikar Quliyev. Cavab uşaqdır valla, mənim ötdədim, mən xəcalat çəkərəm, mən yalan danışmıram, canımı başım verəm. Söz ağzından şişi onu əməl edir. Soğukdan mən eynəli öyrəşirlər o yalan danışmaya. Onu da gördüm, mən 4 həftə mən yoldaşımla getdim, bütün gün avar oldu, qəbula düşdü. Heç bu hafta orada gəlmədi, axırda mənə o günləri bir şey nədir? Deyir, Afsakan, mən bilmədim, sənin yolu mən baxmıram, sənin yerini satan bələdiyyədir, ged yaxşı bələdiyyə ver polisi, sən yolu versin. Sizin yalnız şikayətiniz yolla? Yolla, başqa mənim heç sözüm yoxdur. Sonra şikayətiniz var mı? Başqa şikayət, mənim yolumu açmayınca, yaxşı, mənim yolumu açmıyor, yaxşıydı, açmadı. Və bu dövlətin yerində bu evlər çıxır. Bunu dövlətə, buna kim baxır? Buna prezident baxır, belə şey olur, belə aksam olur. İnanıram ki, sizin şikayətinizi dinlənəndən sonra hüquq mühafizə orqanları və Masallı rayon icra hakimiyyəti bu məsələni həll edir. Xanım, bir məsələ sözdür. Bu məsələni nəzarətə götürərlər. Xanım, mən işıq çəkmişəm, bunu 2000 işığımızı çəkərkə, Lənkəran zonalında 2700 pul ödəmişəm, hər şeyim sənətlər məmnədir. İşıq çəkirlər, üsubu. Yolu bağlayandan sonra üsubular yox, çağda yoxdur üsubular. Yəni bizim idarə həyətinə qoyurlar üsubuları. İşıqsız da onda siz necə? Yox, işıqsız indi mən qonşu ilə elə zat çəkmişəm, köynə xədmə. Təzə kabelinə pulunu ödəmişəm. 2 ildir mən müqavilə varım, ildə müqavilə bağlayıram. Mənim bu günləri işıq sistemi çıxarıblar, bax bu yer yersin. Arkadaşlara müraciət etmədiniz? Eləmişəm, bunlar deyir, sən deyir ki, o bizim həyatda çıxarmışı. Sən yola bir sənsən işini çək, bunu bastırı verdin. Əgər yol zəbt olursa, yolda necə işıq çəkə bilərlər? Onun yeri də öyle, dövlətin yeridir. Dövlətin yeridir, indi onu deyir, mənimdir. Şimdi biraz yol şəsəgəsi, deyir, mənimdir, ta o suyu kanalı da bağlayıb ki, orada mənə qarşı çəməmizdir, bilməm necə şeydir. O Sultan... Səbirli olmaq lazımdır. İnanıram ki, Masallı rayon icra hakimiyyəti bələdiyyəsinə bu məsələni işıqlandırandan sonra nəzarətə götürüb, inanıram ki, bu məsələni həll edərlər.